Salam, hər vaxtınız xeyir olsun, əziz valideynlər və bizi izləyən gözəl izləyicilərimiz. Həm dedim sizlər üçün bir gözəl video kadr çıxardım, həm də bunlar məni məcbur elədi ki, bəs ağa müəllim neçə gündür yəqin ki, sosial mediadan, TikTok'dan gördüyünüz kimi rəfiqənin bulanla olan davasını yəqin ki, hər biriniz izləyirsiniz. Artıq mən bezdim, qınağa gəldim, boğaza yığılmışam. Hər video 700-800 yorum gəlir, mən tutuzdura bilmirəm. Ən yaxşısı dedim ki, mən bu kadrı YouTube'a çəkeyim. Burada bilinsin ki, kim ən yaxşı oynayır, kim ən pis oynayır. Ona görə sözü verirəm rəfiqəyə, öz izləyicisindən, öz zonasından, hardan istəyirsə oradan öz səs kütləsin, soruşsun, dəstəkləsin özünü. Bir həftənin tamamında qalibi Instagram story'imdə tam sayını açıqlayaraq sizlərə təqdim edəcəm. Buyur rəfiqə. Mən birinci bunu demək istəyirəm ki, neçə ildir rəyimdə qalır. Siz deyirsiniz Elginə qoca qırd. O qoca qırd ala bilər, amma biz indiyə baxırıq. İndiyə baxanda da mən daha yaxşı. Nəsə, mən Ağdamdan, Laçından səs gözləyirəm. Hamınızı çoxlu öpürəm. Nə olur mənə səs verin, sizi çox sevirəm, əziz izləyicilər. Gözəl dəstəklədi özüm məncə. Sözü Elginə vurduğuna görə zumursuz Elginin üstünə. Elgin, nə deməksən? Buradakılar heç birinə rəqib tanımlar. Bunlar çasılar, ancaq tozma satarlar. Bütün zonalardan səs gözləyirəm, əsasən də Bakılılardan. Başqa demək istədiyin? Xeyr, Zəhra deyir, mən Elgindən yaxşı oynayıram. heç kim. Deyəməz. Zəhra, nə deyə bilərsən bu barədə? Sən nə demək istəyirsən? Hamımız yaxşı oynayırsınız, maşallah. Bir dənə Zəhranı dəstəkləyərik yorumda inşallah. Hadi, bax, bu iki nəfər səndən nə istəyir? Səni niyə belə qınaq obyektinə çevirir? Müəllim belə təzəliyə, belə təzələrdən. Təzədir. Biz qoca qurdıq. Yəqin ki, o videoda gördüyümüz kimi Sadiq'i dışlayırlar uşaqlar. Sadiq, nə demək istəyirsən Sadiq? Onlar özləri bir-birinə rəqib görə bilər, amma mən onları heç birim özümə qarşı rəqib görəm. Bir dənə bura İşrəfin mahnısını verəcəm, narahat olmayın. Başqa demək istədiyiniz söz? Mən mənə demək istəyirəm. Burada rəqib var, mən çünki görmürəm. Bilmədəyəm. Okey. Onda bir balaca dərslər haqqında məlumat verim ki, dərslərimiz həftədə 2 dəfə olur, 1 saatdır. Aylıq ödənişimiz cəmi cümləsi 40 manatdır. İnşallah uşaqların da nəticəsindən görəcəksiniz ki, bizim dərs keçmə qabiliyyətimiz nə dərəcədə yüksək səviyyədədir. Bunu da nəzərinizə çatdırım ki, YouTube kanalımız 400 min abunəyə doğru gedir. Hal-hazırda 360 min abunədir. Son 40 min takip sonra 400 mini tamamlayırıq. Ona görə kanalımıza abunə olmağı unutmursunuz, yorumları yazmağı unutmursunuz. Bunların səs verməsi yoxsa məni öldürərlər. Like atmağı unutmursunuz, bir də bildirimləri açmağı unutmursunuz. İnşallah əziyyətimizin qarşılığını verərsiniz. Buyurun sizə gözəl bir rəqs tamaşası.
İnşallah yorumlarda özünüzü bildirmeyi sizlərə qalın. Sağ olun. Görüşənə dək.